Səndən haram ayında vuruşmaq barəsində soruşurlar. De ki, bu ayda vuruşmaq böyük günahdır. Lakin insanları Allah yolundan saptırmaq, onu inkar etmək, müsəlmanları Məscid-ül Harama buraxmamaq və onun sakinlərini oradan çıxartmaq Allah yanında daha böyük günahdır. Fitnə isə qətldən də böyük günahdır. Kafirlər bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar. Onlar od sakinləridirlər və orada əbədi qalacaqlar.